Goranboy rayon icra hakimiyyəti və Gəncə Daşkəsən regional mədəniyyət dairəsinin Goranboy nümayəndəliyin birgə təşkilatçılığı ilə Goranboy şəhər mədəniyyət mərkəzində şair, yazıçı, publisist, əməkdar müəllim İskəndər Səkilikovun 70 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, ziyalıları, ictimai fəallar, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin bir qrup üzvü, yubilyarın ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Xalqımızın ümumilli lideri Heydər Əliyevin və Respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan şairi, yazıçı, publisist, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin üzvü, Azərbaycan Respublikasının əməkdar müəllimi, ən yaxşı müəllim müsabiqəsinin qalibi İskəndər Səklikov 1955-ci il sentyabr ayının 7-sində Goranboy rayonunun Səfkür kəndində anadan olmuşdur. Goranboy rayonu Səfkür kənd tam orta məktəbində oxumuşdur. Gəncə Dövlət Universitetinin Kimya-Biologiya fakültəsini bitirmişdir. Çıxış edən icra başçısı, şair, yazıçı, publisist İskəndər Səkilikovun yaradıcılıq fəaliyyətindən ətraflı danışaraq, onu 70 illik yubileyi ilə bağlı təbrik etdi, gələcək fəaliyyətlərində uğurlar arzuladı, icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təltif edilmiş şairə fəxri fərmanı təqdim etdi. İskəndər müəllim, mən bir daha bütün rayon ictimaiyyəti adından, ürəyimdəki bütün istiliylə, bütün o məhəbbətlə sizi səmimi qəlbdən təbrik edirəm. Sizə böyük uğurlar arzulayıram, uğurla təbrik edirəm. Çox sağ olun. Sağ olun. Çıxış edən şairlər, yazıçılar və digər qonaqlar şair, yazıcı, publisist İskəndər Səkilikovu təbrik etdilər, ədəbi fəaliyyətindən və xoş xatirələrindən danışdılar. İskəndər Fərhadoğlu redaktor olduğu kitablar haqqında məlumat verəndə Vəsmə İsmail qızının Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkə daxili səfərləri ilə bağlı Zəfər kitabı, daxili zəfərlər silsilə kitablarının redaktor olmuşdur və tədbirimizin, gecəmizin bu məqamında Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Goranboy ensiklopediyasının müəllifi və biraz öncə xatırlatdığımız kitabların müəllifi, yazıcı, publisist Vəsmə xanım İsmail qızı mikrofona dəvət edilir. Və onun tələbələrini, o kəndin, onun şagirdlərinin hamısını xoşbəxt hesab edirəm və özümü də xoşbəxt hesab edirəm ki, nə yaxşı İskəndər müəllimlə mənim də münasibətim, ünsiyyətim var, nə yaxşı ona ağsaqqal deyə bilirəm, ustadım deyə bilirəm və bu gün deyirəm ki, İskəndər müəllim, sizin 70 illik yubileyinizi təbrik edirəm. Daha sonra ədəbi bədii gecədə şairə məxsus şeirlər səsləndirildi, musiqili konsert proqramı nümayiş etdirildi. Çalır yenə günün günlə, Mənsuruyə, Arazları. Mən kitablarımdan əksəriyyəti başçımızda var, amma bu kitabdan olmadığını bilirəm. Ona görə də bu kitabımızı istəyərdim ki, əgər qəbul eləsə, mən gəlim. Bayaq dedim ki, mən hakim olmaq istəyirdim, amma bu kitabı yazmaqla əşəkliyin adını bıraxdım.